Və 15-ci sualda deyir ki, xəritə sxemdə rəqəmlərlə verilmiş ərazi üçün doğru xüsusiyyətləri müəyyən edin. Bir də qeyd dəftərin olsun hər zaman yanında ki, bu sınaqların, izahların, qeydlərini yazasan. Daha sonra da özün Aha. tək başına işləyəsən. İndi burada nəyə fikir veririk? Bax, məsələn, yazıb ki, nə? Pseudo vulkanlar geniş yayılıb. Bu bilsən nə demək istəyir? Deyir, bir rəqəmi ilə göstərilən yerdə pseudo vulkanlar geniş yayılıb. Pseudo vulkanlar bilsən nə deməkdir? Yəni, yalançı vulkanlar, palçıq vulkanları deməkdir. Burada bilirsən ki, haradır bura? Lənkəran ovalığının olduğu hissədir. Lənkəran ovalığının olduğu hissədə pseudo vulkanlar yoxdur, yəni palçıq vulkanlarımız yoxdur. Palçıq vulkanlarımız deyəcəksən ki, bax bu 4 rəqəmin olduğu yer desəydi, bəli, düz idi. Abşeron qopsun arasında var. Bir də cənub-şərqi Şirvan düzündə var. Bildinmi? Hı hı. Yəni Bəli, deyir ki, bir rəqəmi ilə göstərilən yerdə palçıq vulkanı var. Bu yanlış ifadədir. Palçıq vulkanı 4 rəqəmi ilə göstərilən Abşeron qopsun ərazisində var. Bir də cənub-şərqi Şirvan düzündə. Yəni Azərbaycanda əsas iki ərazidə var. Bildin? bəli, bəli. Aha. Demək ona görə bir nədir? Yanlışdır. Bir olan Yan. variantlarımızı çıxırıq. Ay sağ ol. Sonra gəldi ikinci suala. Deyir ki 2. Yəni buranı deyir. Deyir ki Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Azərbaycan ərazisində tektonik zonalar var. Birincisi, həm qalxma var, həm də enmə var. Məsələn, bax buranın olduğu yer Ön Qafqaz çökməsidir. Yəni Ön Qafqaz tektonik çökməsidir. Bu hissənin olduğu yer deyəcəksən ki, Böyük Qafqaz qalxmasıdır. Bu mərkəz hissənin olduğu yer isə deyəcəksən ki, Kür dağarası çökəklikdir. Aha. Burada olan hissə isə Kiçik Qafqaz qalxmasıdır. Amma ki, bura Naxçıvan ərazisidir. Tanıyırsan da Naxçıvan, düzdür? Bəli, bəli. Naxçıvan ərazisi iki tektonik zonadan ibarətdir. Bax, bölürəm. Bax, iki dənə tektonik zonadan ibarətdir. Bu yuxarı hissə Naxçıvanda yüksəklik hissədir. Hı Aşağı hı. hissə isə düzən hissədir. Yuxarı hissə bəli, Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Amma aşağı Araz Okey. əyilməsinə aiddir. Bəli, çökmə zonasına aiddir. Bəli, Araz cavan platforması, yəni Araz çökmə zonasıdır. Aydındır fikrim? bəli, bəli. Deməli, ona görə iki də nədir? Səhvdir. Deməli, ikilərimiz Dərsdir. səhv oldu, bəli, birlərimiz səhv oldu. Artıq cavabımız çıxıb əslində. Yenə də Ha. izahımıza baxaq. Nə deyir sənə? Arid dendosyan relyef formaları inkişaf edib. Arid bilsən nədir? Quraq. Arid quraq deməkdir. Dendosyan isə dağıdıcı relyef forması. Yəni quraq və dağıdıcı. Yəni bildin, yəni yaxşı relyef forması deyil də. Məsələn, yarğanlar, qobular, bentlentlər, bunlar yarğanlar, qobular, bentlentlər ariddir. Yəni ki, yaxşı deyil. Yəni quraq ərazidə olur. Baxırıq, 3 ilə göstərilən yer, bilirsənmi haradır? Deyəcəksən ki, Ceyran çöldür. 3 göstərilən yer Ceyran çöldür. Bəli, yadında saxla. Ceyrançıl Acinohor nədir? Arid dendosyon relyef formasına malik olan ərazidir. Hı 3-də hı. səhvlik yoxdur. Yəni quraq ərazidə, bilin Ceyrançöl quraq ərazidir. Quraq ərazilərdə nə olur? Arid olur. Gəldim dördüncümə baxıram. Bura nə demişdim? Abşeron Qobustan ərazisidir. Hı hı. Abış. Aha. Deyir ki, Kaynoza erasının Niyogen yaşlı suxurlar yayılmışdı. Bəli, doğrudur. Bax, məsələn, sən oxumusan da, orada biz dedik ki, iki dənə ionumuz var. Kriptozoy, bir də fonorazoy. Aha. Kriptozoy gizli həyat, fonorazoy aşkar həyatdır. Niyə gizli həyat və aşkar həyat deyilir? Çünki kriptozoyda heç bir canlı orqanizm qalxları keçmiş zamanda aşkar edilməyib. Bilsən də əsasən canlı orqanizm qalxlarına əsasən, yəni bitki, heyvan qalxlarına əsasən biz hər hansı bir ərazinin tarixini öyrənirik. Fanerozoida isə aşkar həyatdır, çünki həmin dövrə aid bitki və heyvan qalxları aşkar edilir. İki dənə eonumuz var. Eon başqadır, era başqadır. Eralarımızda bilsən də arxey, protozoy, paleozoy, mezozoy, kaynozoydur. Aha. Kaynozoy ən cavan eramızdır. Yəni ən sonuncu eramız kaynozoydur. Kaynozoyun da dövrləri vardı. Paleogen, neogen, antropogen. Burada demək, yəni ki, deyəcəksən Qobustan abşarının olduğu yerdə Kaynozoyun erası neogen yaşlı suxurları yayılmışdır. Yəni burada heç bir səhvlik yoxdur. Yəni Yoktu. Azərbaycan ərazisinin çox hissəsi Kaynozoydur. Yəni bunu yadda saxla. Yəni Kaynozoy erasının
Dördüncü dövr çöküntüləri antropogendir. Yaxşımı? Yəni Azərbaycan əsl qədim bir ərazi deyil, bir sözlə. Yəni Neogen yaşlı demək alçaq dağlıq ərazilərdə olur. Yəni məsələn üçün olduğu yerdə də ola bilər Neogen, Ceyrançuracının orada. Məsələn Qobustan Abşeron bilsən də elə hündür ərazi deyil də, alçaq dağlıq ərazidir. Ona görə deyəcəksən ki, Kanozoyun Neogen yaşlı suxurları Qobustan Abşeron ərazisində, Ceyrançul Acınahur ərazisində, bir də Qısar Mali düzənliyinin nisbətən hündür hissəsində Neogen yaşlı suxurlara rast gəlinir. Aydındır. Bəli. Demək, cavabımız oldu bizim C variantı. 3-4 oldu. Bəli, 3-4 oldu. Gəldim 16-cı suala. Deyir, ərazisində fəal seismik zona. Fəal seismik zona bilsən nə demək? Yəni, onun ərazisində zəlzələ, vulkan kimi hadisələr olsun. Seismiklik odur. Qədim platformalar. Bax, platformanı yəqin ki, oxumusan. Platformalar və geosignallar. Platforma qədim deməkdir. Yəni ki, seismik cəhətdən aktiv olmayan ərazidir. Yəni, platformanın olduğu yerdə zəlzələ, vulkan ola bilməz. Platformalar da yaşına görə iki yerə bölünür. Qədim platformalar, cavan platformalar. Qədim platformalar yadında saxlayacaqsan ki, arxey və protozoy erasında yaranıb. Arxey və protozoy erasında yaranıb. Cavan platformalar isə deyəcəksən ki, Paleozoyun Hersin mərhələsində yaranıb. Yəni qədim platforma Baykaldan əvvəl yaranıb. Baykal bilsən də nə? Dağ əmələ gəlmə mərhələsidir, qırışıq mərhələsi. Yəni Baykaldan əvvəl əmələ gəlib, arxey və protozoyda. Cavan platformalar isə Paleozoyun Hersin dağ əmələ gəlmə mərhələsində yaranıb. Həm platforma, həm də seismik zonada yerləşir. Yəni belə demək istəyirəm, elə ərazi ola bilər ki, bir hissəsi həm qədimdir, həm cavandır. Onu deyir. İndi baxırıq biz burada nəyə? Deyir Türkmənistan, Belarus, İslandiya, Kanada və Finlandiya. İndi biz burada xəritəmizi açmalıyıq. Birinci bu əraziləri bilməliyik ki, haradır. Düzdürmü? Qəşəng xəritədə düşən sualları da həmin ərazilərdə qəşəng xəritədə təkrar edirsən sonra. Demək, burada xəritəmizi açırıq. Bu məsələn vulkanların olduğu xəritəni açdım. Vulkan deyəndə fəal seismiklik nəzərdə tutulur da həmişə. Burada baxıram mən hara. Birincisi sənə əraziləri öyrədəcəm ki, sonra çətinliyin olmasın. Yaxşı? Yaxşı. Deməli, yazılıb ki, burada Türkmənistan, Belarus, İslandiya və Kanada, Finlandiya. Düzdür? Bəli. Aha. Bax, burada biz Türkmənistan ərazisinə baxmaq üçün əvvəlcə bunu qəşəngcə bir yaxınlaşdırırıq. Bura bilirsən ki, haradır? Ərəbistan yarımadasıdır. Bax, bu hissə. Ərəbistan yarımadasının bax, bu hissəsi var, bax, bura. Görsən buranı? Bəli. Bura Türkmənistan olduğu yerdir. Bu hansı dənizdir? Xəzər dənizi. Biz xəritəni yaxşı çəkməyiblər əslində. Məsələn, bura Azərbaycandır. Görsən, Azərbaycan məsələn ucu hissəsini yaxşı çəkməyiblər. Bura Xəzər dənizidir. Bu hissə isə Türkmənistandır. Yaxşımı? Tamam. Bax, bura Türkmənistandır. Bax, göstərim yəni. Uzaqdan da göstərim. Yaxşı, bax. Bax, bura. Azərbaycan, Xəzər dənizi, qarşısında nə var? Türkmənistan. Yaxşı. Deməli, sonra nə deyir bura? Gəl buranı elə sonra işarələyərək, sonra danışırıq haqqında. Sonra gəlirik biz hara? Belarusun yerinə. Baxırıq. Yaxınlaşdırırıq bunu. Belarusun yerini göstərəcəm sənə. Bax, burada nədir? Bax, bura bilsin haradır? Skandinaviya yarımadası. Ki, versən ki, nəyə oxşur? Pələngə oxşur, düzdür? Skandinaviya yarımadası. Bax, onun bu hissəsində, bax, burasında nə yerləşir? Belarus. Bax, burada. Məsələn, Türkmənistan burada oldu. Bax, bu ərazidə. Belarus da bu ərazidədir. İslandiya. İslandiyadakı bax, buradır. Bax, bura. Görsəm nə göstərilib? Qırmızı rənglə. Niyə? Bəli, çünki ora deyəcəksən ki, seismik cəhətdən aktiv ərazidir. Orada vulkanlar var. Bax, Hekla, Bardamburqa, Eyfalden adlı vulkanları var. Demək, necə ərazidir? Seismik ərazidir.
Kanadanı da tanıyırsan. Bilirsən də bura Meksika, ABŞ, Kanada. Hə. Kanadamız bu hissədir. Sonra gəldim nəyə? Finlandiya. Finlandiyadakı bax buradır. Bax bura. Görürsən burada da vulkan yoxdur. İndi biz suallarımızı neyək? Təhlil eləyək. Baxırıq. Ərazisi bütövlüklə fəal seysmik zonada olan hansıdır? Təbii ki, İslandiya. Niyə? Şu an Burada bəli, vulkan var. bəli, vulkanik mənşəli nədir? Adadır. İslandiya necə Bəli. adadır? Vulkanik mənşəli adadır. Bəli, deyəcəksən ki, bir də İslandiya divergent sərhəddə yerləşir. Yəni İslandiya necə yaranıb? Şimali Amerika materiki ilə Avrasiya materikinin ayrılmasından. Divergent sözünün mənası ayrılma deməkdir. İslandiya vulkanik mənşəli adadır. Ərazisində Hekla, Bardamburqa, Eyfalden kimi vulkanlar var. Ondan sonra gəlirik nəyə? Deyir, qədim platforma istirdi səndən, düzdür? Qədim Aha. platformada yerləşən Belarusdur. Belarus qədim platformada yerləşir. Bir Belarusdur, bir də Finlandiyadır. Qədim platformadadır. Yaxşımı? Hansı Tamam. platforma üzərində? Deyəcəksən ki, Şərqi Avropa qədim platforma üzərində yerləşir. Bax, bura Şərqi Avropadır. Yaxşı. Tamam. Deyir, həm seysmik, həm də ki, qədim ərazidə yerləşsin. Bu da təbii ki, haradır? Türkmənistandır. Evet. Türkmənistan ərazisində deyəcəksən ki, Turan ovalığı necə platformadır? Cavan platformadır. Cənub hissəsində olan Kopet dağ isə cavan dağdır. Kopet dağ dağadır. Yəni Alp-Himalay geosignalında yerləşən cavan dağdır. Biz həmçinin bura Kanadanı da aid edə bilərik. Kanadanı. Deyəcəksən ki, Kanadanın, bax bura, bu hissə qərbdir. Qərbinə baxırsam nə qədər vulkan var, qırmızı göstərilir. Hı hı, Kanadanın bəli. qərb hissəsi deyəcəksən ki, necədir? Seysmikdir. Bəli, Kesinlikle. seysmikdir. Yəni ki, Sakit Okeanın odlu həlqəsinə aiddir. Antkodilə qurşağına uyğun gəlir. Şimal hissəsi necədir? Şimal hissəsi qədimdir. Şimali Amerika platformasına uyğun gəlir. Yenə deyirəm, bu sualımızda qarışıq qalan bir hissə var səndə? Yo yo. Mhm. Deməli, burada Türkmənistan deyəcəksən ki, həm platforma, həm də fəal seysmik zonda yerləşir. Çünki ərazisində Turan, yəni Cavan Turan Salamdır. ovalıq platforması yerləşir və həmçinin Cavan Kopet dağ var. Yəni Kopet dağa görə o fəal seysmik zonada yerləşmiş kimi göstərilir. Bildinmi? Bəli. Belarus da dedik ki, ümumiyyətlə qədim platformadır. Qədim deyəcəksən ki, Şərqi Avropa platforması üzərində yerləşir. İslandiya fəal seysmik zonadır. Ərazisində dedik Hekla, Bardamburqa, Eyfalden vulkanları var. Kanadanın isə şimal hissəsi deyəcəksən ki, Şimali Amerika qədim platformasına aiddir. Yəni ki, Şimali Amerika platformasına aiddir. Qərb hissəsi isə deyəcəksən ki, Sakit Okean odlu qövsünə, And, Kordilyer qurşağına aiddir. Finlandiyada dedik ki, tamamilə nədir? Platformadır. Yəni ki, qədim platformadır. Cavabımız olacaq 16-da C variantı. Sualın varmı? Yo yo. Keçək digər sualımıza. 17 deyir ki, uyğunluğu müəyyən edin. Baxırıq. Deyir, orta okean silsiləsi. Bax, bayaqlarım mən dedim ki, litosfer tavalarında iki cür sərhəd var. Bir, nə sərhədi? Ayrılma sərhəd. Və görürsən, bunlar neynir? Bir-birindən ayrılır. Ayrılma nədir? Dedim, divergent. Məsəl üçün, bayaq demək, İslandiyadası necə yaranıb? İki materik tabasının bir-birindən, yəni materik və okean tabasının bir-birindən ayrılması nəticəsində. Yəni, Şimali Amerika ilə Avrasiya materikinin ayrılması nəticəsində İslandiyadası yaranıb. Yadına saxlamalısan ki, ayrılma nəticəsində bunların arasında nə yaranır? Orta okean silsiləsi. Yəni divergent sərhəddə nə yaranır? Orta okean dağ silsiləsi deyirlər, silsilə də deyirlər. Yaxşı. Deməli, biz buna nə yazacağıq? Materik və okean tavasının toqquşması yazıb səhvdir. Biz nə dedik? Okean tavalarından bir-birindən kənarlaşma zonasında yerləşir. Yəni ayrılma, kənarlaşma. Yəni bilirsən də eyni bir anlayışdır. Fərqi yoxdur. Düzdür? Ben onda B de səhvdir. Və, Toqquşma deyil yəni zaman. bəli, birə gedəcək nə? C.
Okean D. tavalarının bir-birindən kənarlaşma zonasında yerləşir. Orta okean silsiləsi ayrılma, divergen sərhəddə yerləşir. Yəni kənarlaşma, ayrılma, yəni ki, eyni mənanı neyir, kəsb edir. Düzdür? Hı hı. İndi sonra bizdən nə soruşur? Deyir ki, bir də orta okean dağ silsiləsi deyə bilər, orta okean silsiləsi deyə bilər. Yəni deyəcəksən ki, Hı hı. litosfer tavalarının divergen sərhədində yerləşir. Sonra nəyə baxırıq? Burada nə deyir? Materik dayazlığı. Bu əsasən okean dibinin relyefinə aiddir. O atdığım PDF-də var. Materik Aha. dayazlığı nədir? Materik dayazlığına bəzən şelf zonası da deyirlər. Məsələn, bəlkə də hardasa görmüsən deyirlər, neft ehtiyatları əsasən Xəzərin şelf zonasında çoxdur. Neft qaz ehtiyatları. Bəli. Materik dayazlığı şelf zonası deməkdir. 200 metrə qədər olan ərazidir. Məsələn, materikin yəni sualtı davamından 200 metrə qədər olan dərinlik nədir? Materik dayazlığıdır. Materikin şel zonasıdır. Bildinmi? Bəli. Yəni 0 metrdən 200 metrə qədər olur. İndi bizə nədir? Deyir, qalın çökmə sular toplanır, qranit qatına malikdir. Var. Bəli, deyəcəksən ki, qranit qatına malik olan şel zonası ən geniş şimal buzlu okeanda yayılır. Yəni qranit qatı burada var. Yenə deyirəm. Məsələn, okean dibinin relyef bəzən biz öyrənmişik ki, belə deyim də, yer qabığının bir sənə təbəqələri var. Çökmə, bazalt, qranit. Yer qabığı da iki yerə bölünür də. Materik tipli yer qabığı var, bir də okean tipli yer qabığı var. Bax, okean tipli yer qabığı deyirəm. Okean tipli yer qabığında çökmə, bazalt var, amma qranit yoxdur. Deməli, deyəcəksən ki, bəli, burada çökmə suxurlar toplanılır, qalın çökmə suxurlar toplanılır, qranit qatına malikdir. Yaxşı. Yaxşı. Deməli, bizim materik dayazlığımız və ya şeh zonamıza qalın çökmə suxurlar toplanılır, qranit qatına malikdir. Qranit qatı deyəcəksən ki, materik dayazlığı və materikin yamacı üçün nədir? Səciyyəvidir. Materikin ətəyində qranit yoxa çıxır. Materik dayazlığında bir də materik yamacında olur. Materikin ətəyində ola bilməz. Deməli, 1-ə gedəcək, 2-yə gedəcək nə? A. Abissal düzənliklər. Abissal düzənliklər nələrdir? Okean yatağı və ya abissal düzənliklər. Okean dibinin çox hissəsini tutur. Okean dibinin çox hissəsini abissal düzənliklər və ya okean yatağı tutur. Yəni iki mənası var da, bildinmi? Bəli. Materik və okean tavasının toqquşma zonasına deyəcəksən ki, subduksiya. Subduksiya deyilir. Və subduksiya bilsən nə deməkdir? Materik və okean tavasının toqquşmasıdır. Yəni okean tavası gəlir, neynir? Gəlir, girir materikin altına. Bu nədir? Subduksiyadır. Bu subduksiya gömülmə deməkdir. Yəni okeanın materikin altına gömülməsidir. Gömülmə nəticəsində baş verir. Qurunun sahəsi artır. Okean sahəsi azalır. Yəni bunun nəticəsində novlar yaranır. Novlar yəni çökəkliklər deməkdir. Bilsən də ən dərin çökəkliyimiz Marian çökəkliyidir. Ən dərin çökəkliyimiz Marian çökəkliyidir. Okean və materik yer qabının növbələşməsi materik ətəyidir. Materik və okean yer qabının növbələşməsi nədir? Materik Materik. ətəyidir. Bəli, qalın çökmə suxurlar toplanır, qranit qatına malikdirsə, materik dayazlığı və yaxud da şelf zonası, materik və okean tavalarının toqquşma zonasında yerləşir. Dedik ki, novlar, yəni subduksiya nəticəsində yaranmış novlar və yaxud da çökəkliklər. Okean tavalarının bir-birindən kənarlaşma zonasında yerləşir. Kənarlaşma divergent deməkdir. Toqquşma konvergent deməkdir. Konvergentin də neçə növü var? 2 növü var. Subduksiya və kolliziya. Subduksiya dedik ki, materik və okean tavasının toqquşmasıdır. Kənarlaşma zonasında dedik ki, orta okean silsilələri yaranır. Okean dibinin çox hissəsini tutur. Nələr? Okean dibinin çox hissəsini tutur abissal düzənliklər. Hı. Aha. Abissal düzənliklər və yaxud da ki, okean yatağı. Və materik və okean yer qabı növbələşir materikin ətəyində. Cavabımız nə olacaq?
17-də D variantı. C variantı. Sualın var burada. Yox. Gəldim 18-ə. Deyir, səxəmdə verilmiş qırışıq formalarını müəyyən edin. Bax, burada görsən nəyə oxşur bu? Soxulcana oxşur. Düzdür? B. Məsələn, sənə nə yazıb? Horst və Graben yazıb. Bax, Horst Graben nədir? Horst Graben belə oturacaq kimi görəcəksən. Horstlar, Grabenlər nədir? Horst, deyəcəksən ki, Horstlar və Graben əsasən nədə olur? Platformalarda olur. Düzdür? Horstlar və Grabenlər deyəcəksən ki, əsasən platformanın Horst. olduğu ərazilərdə olur. Bəli. Deyəcəksən ki, horst nədir? Horst. Qalxan. Graben isə nədir? Enəndir. Bax, bu Enen. nədir? Horst. Bu nədir? Graben. B. Aha, bu axı bunun sığınması deyil. Ona görə bən nədir? Səhvdir. Səhvdir. Bəli, bura nədir? Deyəcəksən ki, bax bir neyniyib? Qalxıb. Qalxıb. Antiknaldır. İki neyniyib? Enib. Enib. Sinknaldır. Antiknal qalxan, sinknal isə enəndir. Ona görə cavabımız nə olacaq? 18-də D variantı. Bax bu D. sual var ha. Bir 2020-də işlədilib, bir də 2023-cü ildə işlədilib. Yəni iki dəfə düşüb qəbula. B. Birinci qalxan antiknal, ikinci yenən isə sinknaldır. Gəldik digər sualımıza baxaq. Burada faydalı qazıntıların işarəsini qəşəng dəftərə çəkirsən və öyrənirsən. Burada birinci işarəmiz nədir? Civə. İkinci işarəmiz qızılın işarəsidir. Üçüncü işarəmiz isə misin işarəsidir. Civə, qızıl, mis. Faydalı qazıntılar işarələri düşür. Burada baxanda deyəcəksən ki, civə ehtiyatları Azərbaycan ərazisində harda var? Gəl baxaq. Bir dəqiqə. Deməli, civə faydalı qazıntılarımızdan danışacağıq. Civə ehtiyatlarımız əsasən civə deyəcəksən ki, Ağyataq, Şorbulaq, Levçay. Hardadır? Kəlbəcərdə. Kəlbəcər. Ağyataq, Şorbulaq, Levçay. Kəlbəcər arasında da Kəlbəcərin yerini tanıyırsanmı? Gəl burada baxaq. Və bu Azərbaycanın nəyidir? Xəritəsidir. Əsasən tektonik xəritə. Xəritəsini. Bəli. Burada biz Kəlbəcəri görəcəksən. Bax burada. Görsən bir quyruq kimi bir hissə var. Bax bura. Var, hə, görünür. Bax bura Kəlbəcərdir. Kəlbəcərdə Ağyataq, Şorbulaq, Levçay nə yataqları var? Civə yatağı var. Ona Civə. görə biri nə gedəcək? A və D. İkinci, qızıl yatağıdır. Azərbaycanda deyəcəksən ki, qızıl yatağı hardadır? Ağdərə. Ağdərə hepsində Kəlbəcər ərazisindədir. B. Aha. Ağdərə deyəcəksən ki, hansı yataq var? Vejnəl, qızıl yatağımız. Deyəcəksən ki, Ağdərədə qızıl bulaq, Zəngilan ərazisinin tanəsində buradadır. B. Zəngilanda isə Vejnəli yatağı. Yəni burada 2-yə gedəcək nə? C ilə E. Qızılbulaq, Ağdərə, Vejnəli, Zəngilan. Mis yatağımız isə hardadır? Qaradağda. Qaradağ Qara. yatağı. Qaradağ deyəndə rayon başa düşmə. Ha, Qaradağ yatağın adıdır. Deməli, o da Aha. hardadır? Deyəcəksən ki, Gədəbəydə. Gədəbəy. Gədəbəy də buradadır. Bildinmi? Gədəbəy burada, Kəlbəcər burada, Zəngilan burada. Gədəbəydə deyəcəksən ki, mis yatağımız Qaradağdadır. Həmçinin Gədəbəydə qızıl yatağımız da var, qoşa. Kəlbəcərdə deyəcəksən ki, civə yatağımız var, Levçay, Şorbulaq. Bir də hansı yataq idi? Ağ yataq. Ağyataq. Həmçinin dedik ki, orada Ağdərədə, Kəlbəcər ərazisində Ağdərədə, Ağdərə rayonunda qızıl yatağı var, qızıl bulaq, Zəngilan arasında isə Vejnəli. Cavabımız olacaq 19-da C variantı. Aydındır? B. Gəldi indi digər sualımıza. İndi nə istəyir bizdən? Deyir ki, yoğunluğu müəyyən edin. Verxovski silsiləsi Atlas dağları. Yadına saxla ki, Afrikada yeganə cavan dağ Atlas dağlarıdır. Hansı dağdır? Atlas dağlarıdır. Ay sağ ol. Bax burada yerləşir. Bax bura. Atlas dağları deyəcəksən ki, 3 ölkənin ərazisindədir. Əlcəzair, Tunis və Mərakeş. Hansı ölkənin ərazisindədir? Əlcəzair, Tunis, Tunis, Maraşdır. Mərakeş. Atlas dağlarını nə kəsir? Görsənmi? 0-cı meridian kəsir.
Sıfırıncı meridian, yəni Greenwich meridianı kəsdiyinə görə Atlas dağları deyəcəksən ki, neçə yarımkürədə yerləşir? 3 yarımkürədə. Yəni həm şərqə düşür, həm qərbə düşür, həm də ki şimala düşür. 3 yarımkürədə yerləşən dağdır. Atlas dağlarında deyəcəksən ən düz zirvəsi haradır? Tupqal zirvəsidir. Atlas dağlarının ən zirvəsi Tupqaldır. Yaxşı. Bəli. Hündürlüyünü istəsən təxminən yadında saxla. Çünki Atlas dağlar, belə deyim də, bu dağ çox düşən dağlardan biridir də. Ona görə məlumatını ətraflı verirəm. Tupqaldakı 4165 metrdir. Afrikadakı yeganə cavan dağdır. Alp Himalay geosinknalına aiddir. Bir də yadına saxla ki, Atlas dağları fosforit ehtiyatları ilə zəngindir. Nə zəngindir? Fosforit. Xoşum. Bəli, fosforit ehtiyatına görə Atlas dağları deyəcəksən ki, fərqlənir. Yaxşı. Bəli. İndi gəldik nəyə? Baxaq, bizdən nə istəyir? Deyir ki, Verxovski silsiləsində gördün də burada adını. Bəli. Rusiyanın ərazisindədir. Mezozoy qırışıqlığına aiddir. Yəni orta qırışıqlıq vilayətidir. Mezozoydur. Mezozoyda Kimmer qırışıqlığı deməkdir. Baxırıq. Deyir ki, A variantında Kaledon və Hersin qırışıqlığına yaranmışdır. Yadında saxla ki, biz səndə qırışıqlıq dağ-məcən mərhələsi var. Bizim dağ-məcən mərhələlərimiz var. Baykal, Kaledon, Hersin, Kimmeri, Alp. Düzdür, 5 dənə dağ-məcən mərhələmiz var. Qırışıq mərhələmiz var. Baykal, Kaledon, Hersin, Kimmeri, Alp. Bunlardan deyəcəksən ki, Kaledonla Hersin qırışıqlığı qədimdir. Axı mən demədim bu dağlar qədimdir. Dedim ki, Atlas dağları cavan dağlardır. Verxovski silsiləsi isə orta dağdır. Sən belə tam qədim dağ deyil. Yəni Kimmer qırışıqlığında yaranıb. Məsələn, Baykal, Kaledon, Hersin qədim dağlardır. Kimmer orta, Alp cavan. Ona görə bəndə heç birinə getmir. B-yə baxıram. Deyir, bir neçə ölkənin arasında yerləşir. Axı mən dedim ki, Verxovski hansı ölkənin arasındadır? Yalnız Rusiyanın. Hı -hı. Amma ki, Atlas dağları 3 ölkənin ərazisində yerləşir. Hansı ölkələrdədir? Əlcəzair, Tunis, Mərakeş. Gəl Əlcəzairlə Tunisin, Mərakeşin yerinə baxaq. Bax, yadında saxla. Mərakeş bax burada yerləşir. Bax bura. Tunis bax burada. Bax bura. Əlcəzair isə bax buradadır. Bildin? Bəli. Mərakeşin paytaxtı bilirsən Rabata, Əlcəzairin paytaxtı ilə Əlcəzair, Tunisin də paytaxtı Tunisdir. Hı -hı. Deməli, bu gedir hansına? Atlas dağlarına. Kimmer qırışıqlığında yaranmışdı? Demişdim ki, Verxovski. Kimmeri orta qırışıqlıq deməkdir. İllik temperatur amplitudu çoxdur. Bir var sutkalıq temperatur. İlk not. Bir də var illik temperatur. Sutka bilsən də sutka ərzində oranın temperaturu çox olur. Sutka ərzində. Bu təbii ki, harda olar? Afrikada. Düzdür? Bəli. İllik temperatur amplitudu daha çoxdur deyirsə, bu mülayimin kəskin kontinental tipinə uyğun gəlir. Yəni, Verxovskinin cənub hissəsinə aiddir. Bu, deyəcəksən ki, Atlas dağlarına aiddir. Çünki Afrikada sutkalıq temperatur amplitudu çox olur. Amplituda bizə nə deməkdir? Fərq deməkdir. Yəni, sutka ərzində ən yüksək temperaturla ən alçaq temperatur arasındakı fərqdir. İllik deyirsə, il ərzində ən yüksəklə ən aşağı temperatur arasındakı fərq. Yəni, illik temperatur amplitudu yadına saxla ki, mülayimin kəskin kontinental tipində olur. Sutkalıq temperatur isə tropiklərdir. Yəni, Afrikanın olduğu ərazidə olur. Yaxşı. Bəli. Sonra gəldik nəyə? Bu getdi hansına? Verxovskiyə. Fosforit ehtiyatlarla zəngindir Atlas dağları. Sualın var, aydındır burada. Sən nəsə qalmışdı? Yox. Yoxsa keçək digər sualımıza. Baxırıq burada bizdən görə digər sualımız nə istəyir? Cavabımız deməli 20-də nə oldu? A variantı. Deyim ki, sonra özündə rahat işləyə biləsən. Keçək biz 21-ci sualımıza. Baxaq.
Tian Şan dağları və Ant dağları deyir. Tian Şan və Ant dağları. Adlarını eşitmisən də yəqin. Bax, Bəli, bəli. aha. Altay Sayan Tian Şan dağları Paleozoyda yaranıb, yəni qədim dağdır. Kaynozoyda yenidən fəallaşmış dağdır. Yəni ki, Altay Sayan Tian Şan dağları yenidən fəallaşmış dağdır. Bax, burada görürsən addan. Altay, Bəli. Sayan, Tiyanşandalar. Ne zaman yaranıb? Paleozoy erasında. Amma Kaynozoyda Paleozoy. yenidən fəallaşıb. Bu demək deyil ha, Kaynozoyda yenidən fəallaşıbsa bu cavandadır. Xeyr. Elə qədimdadır. Məsəl üçün, bəzi müğənnilər var, yaşı çoxdur, amma özlərini o qədər estetik əməliyyat edirlər, yaşlarından cavan görünürlər. Elə bunun kimi Bəli. sayılır. Onun yaşını dəyişmək olmur ki, yox. Evet. Ant dağlarda bilirsən ki, necə dağdır? Elə cavan dağdır. Cavan Cənubi dağdır. Amerikada yerləşən cavan dağdır. Deyir, Kaynozoy erasında və alt qırışıqında yaranmışdır. Dedim, alt qırışıqında yaranan dağlar necə dağlardır? Cavan dağlardır. Cavan dağlar. Burada gedəcək Ant dağlarına. Tian-Şan dağları Paleozoyda yaranıb. Paleozoy erasında yaranıb. İkiyə baxıram. Qırışıq faylı dağlar. Yadında saxla. Dağlar tektonik quruluşuna görə 3 yerə bölünür. Qırışıq dağlar, qırışıq faylı dağlar, faylı dağlar. Faylı dağlar qədim dağlardır. Qırışıq faylı dağlar yenidən fəallaşmış dağlardır. Yəni Altay, Sayan, Tian-Şan dağları. Qırışıq dağlar isə cavan dağlardır. Məsələn, Ant Ona dağları görə ikiyə qırışıq. gedir. Bəli, iki qırışıq faylı dağ gedəcək Tian-Şan dağlarına. Deyir iki işıqlama qurşağında yerləşir. Gəl baxaq. Gəl elə burada göstərim. İşıqlama qurşağı nədir? Məsəl üçün, baxırsan ki, burada bu nədir? Ekvator. Ekvator. Bu nədir? Tropik. Yəni cənub tropik. Bax bu iki ara var ha. Bax bura var. Bəli. Bura ümumiyyətlə nədir? Tropik işıqlanma qurşağıdır. Tropik Hı hı. işıqlanma qurşağı. Bax bu ərazinin hamısı tropik işıqlanma qurşağıdır. Bax bura. Çəkdiyim var ya bu. Bəli. Hı -hı. Sən bildiniz ki, sənin Tian-Şan dağların hardadır? Təxminən bu hissədə idi. Düzdür, buradaydı da. Bəli. Bilirsən ki, burada nədir? Mülayimdir. Bax, yadında saxla. Bu ara mülayimdir. Aha. Burada qütbdür. İşğalma qurşaqlarımız hansılardır? Tropik, tropik. Mülayim. Şimal mülayim, şimal qütb. Cənub mülayim, cənub qütb. Bildin mi? Bəli. İndi baxırıq burada nə? Deyir, iki işğalma qurşağında yerləşir. Görək, doğrudur yoxsa səhvdir. İki işğalma qurşağında yerləşməsi üçün onu nə kəsməlidir? Xətt kəsməlidir də. Burada Bəli. məsələn Ant dağları dedik ki, burada yerləşir. Bax Ant dağları bax burada elə ümumiyyətlə bu oranın hamısını Ant dağları təşkil edir. Ant dağını nə kəsib? Cənub tropik xətti kəsib. Ona görə deyəcəksən ki, Ant dağları tropik və mülayim işğalma qurşağında yerləşir. Yəni yarısı mülayimə düşüb, yarısı da tropikə. Yəni Yəni hər ikisinə. bəli, hər ikisinə düşüb. İki işıqlama qurşağında yerləşir. Həm tropikdə, həm də mülayimdə. Amma Tian-Şan dağlarını heç nə kəsməyib bax, elə yalnız mülayimdə yerləşib. Bəli. Mhm. Bu gedəcək nəyə? Ant dağlarına. Yenidən törənmiş dağlardır. Yenidən törənmiş dağlar, yəni yenidən fəallaşmış deməkdir. Yenidən fəallaşan dağımız Tian-Şan dağlarıdır. Ən hündür nöqtəsi 6000 metrdən yüksəkdir. Baxaq. Bax, Ant dağlarının ən hündür zirvəsi Akonquadır. 6960 metrdir. Yaxşı, bunu mütləq yadında saxlayarsan. Biləcəksən ki, Tian-Şan dağlarının ən hündür zirvəsi neçədir? Tian-Şan dağlarının ən zirvəsi deyəcəksən ki, 7439 metrdir. Ən zirvəsi Qələbə pikidir. Qələbə piki. 7439 metrdir. Kaledon Hersində yaranıb. Demək, bu gedəcək oxşara. Çünki hər ikisində 6000 metrdən yüksəkdir. 3-ə gedəcək. Seysmik cəhətdən fəaldır. Bəli, deyəcəksən ki, hər iki dağ seysmik cəhətdən necə dağdır? Fəal dağdır. Fəaldır. Bəli, ona görə bizim 21-də canımız nə olacaq? Evəndə. Aydındır. Bəli. Məsələn, Tian-Şan dağlar Alp-Himalay geosignalına aiddir. Ant dağları isə Ant Kordilyer geosignalına aiddir. Onlardakı seysmik cəhətdən fəal olduğunu bildirir də, adları elə gedir. Gələk 22-ci sualımıza baxaq. Bu nədir? Deyir, Böyük Qafqaz vilayəti. Baxaq. Bizim bir sənə Böyük Qafqaz vilayətini mən sənə bayaq göstərdim. Hı -hı.
Bax, bura görürsənmi? Haradır? Bax, bu hissə var. Bura. Bax, bura. Buradan tutmuş bura. Bura Böyük Qafqazdır. Bax, bura. Aha. Deyir ki, Böyük Qafqaz vilayətində polimetal filiz yatağıdır. Mineral suda bilsən də mineral sularımız. Hacıvəli hökməli kvars qum yatağıdır. Abşeronda yerləşən, Abşeron ərazisində. Hacıvəli hökməli kvars qum yatağıdır. Üçə nə gedəcək? Kvars, qum. Düzdür? Savaş. Bəli. Xaltan xaşı çimi mineral sudur. Quba ərazisində yerləşir. Xaltan xaşı çimi mineral su. Deməli, bir nədir? Mineral su. Üç, Sudu. kvars qum. Kıvar konu. Ay, sağ ol. Polimetal yatağımız Böyük Qafqazda yerləşir. Zaqatala Balakən ərazisində. Filiz çayı, Katex çayı, Kastaq, Mazım çayı. İndi bunların görək hansının adı verib? 4-də nə yazıb? Mazım çayı yazıb olar. Məsələn, Şorbulaq nə yatağıdır? Civə yatağıdır, səhvdir. A bəndə Sıraya. səhv. Bəli. C bəndə ağ yataq səhvdir, civə yatağıdır. D bəndə zəylik, alinit yatağıdır, səhvdir. E bəndə göydərə səhvdir. Elə doğru cavabımız nədir? 1. Yəni Zevkli. burada 1 olacaq mineral su, Böyük Qafqaz vilayətində yerləşən mineral sudur. Xaltan xaşı, çimi, Quba ərazisində. 2. Böyük Şu orada Qafqazda kalaltı. qalaltı, bilsin Şabran Siyazən ərazisindədir. 3 də olacaq Kvarskum, Hacıvəli və Hökməli ərazisində. 4 də olacaq Polimetal, Mazlum. Mazlumçay, Filizçay, Katexçay, Kastaq ərazisində, Zaqatala, Balakən ərazisindədir. Cavabımız olacaq B variantı. Sualın varmı? Yok. Belə sxemalı suallara çox diqqət edir, çünki imtahanda daha çox belə sxemli suallar salırlar. Gəldi indi biz 23-cü sualımıza baxaq. Deyir, Azərbaycan ərazisinin geosinknal quşada yerləşməsinin nəticəsi nədir? Mən sənə öyrətmişdim ki, bir platforma anlayışı var, bir də geosinknal anlayışı var. Platforma qədim deməkdir. Geosinknal isə seismik cəhətdən aktiv ərazi deməkdir. Azərbaycan bilirsən ki, ümumiyyətlə geosinknal quşaqda yerləşir. Deyir, Hı. Azərbaycanın geosinknal quşda yerləşməsi fəal seismikliyə malikdir. Bəli, Azərbaycan necə ərazidir? Fəal seismik ərazidir. Ben Relyefində dendrasiyon düzənliklə üstünlükdür. Bunun seismiklə heç bir əlaqəsi yoxdur. Relyef hündürlüyü amplitudu azdır, səhvdir. Hündürlük amplitudu bilsə necə tapılır? Azərbaycanın ən zirvəsi haradır? Bazar düzü. Münasib kazandım. nöqtəsi isə Xəzər dənizidir. Mənfi 27 metr. Bazardüzün zirvəsinin hündürlüyü 4466 metrdir. Xəzər dənizi isə mənfi 27-dir. Hündürlük amplitudunu tapmaq üçün 4400 dən demək çıxacaq nəyi? Mənfi 27-ni. Düzdür? Ben. Yəni o da az deyil də, bildin? Hündürlük amplitudu az deyil. 4466-dan mənfi 27-ni çıxsan 4493 gedir. Yəni az qiymət deyil. Cavan dağlar formalaşıb, bəli. Seismik ərazilərdə, geosinkron ərazilərdə cavan dağlar olur. Uçqun bənd mənşəli göllər yaranmışdır, səhvdir. Ya, düzdür bu. Fəaliyyətdə olan vulkanlar mövcuddur, səhv. Azərbaycanda ümumiyyətlə fəaliyyətdə olan vulkan yoxdur, sönmüş vulkanlar, bir də palçıq vulkanları var. Məsələn, uçqun bənd mənşəli göllər yaranmışdır, düzdür. Məsələn də zəlzələlər zamanı yaranır əsasən. Geosinkron ərazilərdə tez-tez zəlzələlər olur. Məsəl üçün, Kiçik Qafqazda xüsusilə deyəcəksən ki, Murovdağın şimal yamacında Göygöl, Maralgöl kimi göllərin adını qeyd edilə bilər ki, necə mənşəli göldür? Uçqun bənd mənşəli göldür. Yəni zəlzələ nəticəsində yaranmış göllərimizdir. Deməli, burada doğacağımız nə olacaq? 1, 1, 4, 4, 5. 5. Yəni Azərbaycanın geosinkron qurşağında yerləşməsi nəticəsində bunlar yaranıb. İndi birazdan dərsimiz yekunlaşacaq. Yenidən sənin link atacağım. Yaxşı, əgər vaxtın varsa. Yaxşı. Deyir, doğru sıranın müəyyən